Salam kanal izləyiciləri. Bugün sizlərə 2019-2024-cü illərdə 9-cu sinif riyaziyyat buraxılış imtahanı düşmüş çoxüzlülər mövzusuna aid testlərin izahını verəcəm. Birinci suala deyir ki, xətti ölçüləri 3, 5 və 8 cm olan düzbucaqlı paralelipipedin tam səthinin sahəsi. Uşaqlar, tutaq ki, üçümüz A olsun. Yəni eni 3 olsun, uzunluğu 5 və hündürlüyü 8 olsun. Və düzbucaqlı paralelipipedin tam səthinin sahəsi, yəni S tam bərabərdir. 2 vurulsun, A vur B, üstə gəlsin A vur C, üstə gəlsin B vurulsun C üsulundan hesablanır. Bərabərdir. 2 vurulsun, A vur B, yəni 3 vur 5, 15, üstə gəlsin A vur C 24 və B vur C 40. Yəni 2 vurulsun 79 bərabərdir 158 kvadrat santimetr. Düzgün cavab B bəndi. Tam səthinin sahəsi 54 kvadrat santimetr olan kubun dili neçə santimetrdir? Kubun tam səthinin sahəsi S tam bərabərdir 6A'nın kvadratı. Biz yazırıq 6A kvadratı bərabərdir 54-ə. A kvadratı bərabərdir 9-a. A da bərabərdir 3-ə. Uşaqlar, nəyə görə biz mənfi 3-ü götürmürük? Çünki uzunluq mənfi ola bilməz. Və bizdən kubun tiri, yəni A'nın soruşur. A da 3 cm. Düzgün cavab B variantı. Xətti ölçüləri 3, 7, 7 olan düzbucaqlı paralelipipedin tam səthinin sahəsi. Yenə də eyni birinci düsturla. A, B, C desək, tam səthinin sahəsi nə idi? S tam. Hər dəfə uşaqlar düstur yazacağım ki, ən azından sizə kömək olsun və hər dəfə də düstur yadınıza salaq ki, düsturumuz nə idi və yaddan çıxmasın deyirəm. 2 vurulsun A vur B, üstə gəlsin A vur C, üstə gəlsin B vur C. Bərabərdir. Yerinə qoyub hesablasaq, bitirik A, B, C. 2 vurulsun A vur B. 21, üstə gəlsin A vur C 21, üstə gəlsin 49 bərabər 2 vurulsun 21, 20, 49, 91, 2-ni 91'ə vuranda düzgün cavab 182. Düzgün cavab E variantı. Xətti ölçüləri 2, 5 və 6 olan paralelipipedin həcmi. Paralelipipedin həcm düsturu A vurulsun, B vurulsun, C-dir. Yəni 2 vur, 5 vur, 6. Bu deyilir 2 vur 5, 10, 10 vur 6, 60 santimetrin kubu. Düzgün cavab C variantı. 5-ci sual. Bir paralelipipedin enini və uzunluğunu 6 dəfə azaldıb, hündürlüyünü 2 dəfə artırsaq, həcmi necə dəyişər? Uşaqlar, yəni qoy həcm düsturu qalsın burada. Baxın, biz hündürlüyü C-lə işarə edirik paralelipipeddə. Enin A-na, uzunluğunu B-nə. Buna yazın hündürlük, en və uzunluq. Çıxan rəngindən uzunluq. Və mənə nə deyir burada? Yeni həcm. Yəni, tutaq ki, yeni V1 alınır burada. Enini və uzunluğu 6 dəfə azaldıram. Yəni, olur. A bölü 6 vur B bölü 6. Hündürlük 2 dəfə artan olur 2H. Bərabərdir. 2 ilə 6 geçsəm, burada qalır 3. Alınır 18'də 1. A vur. B vur C. Uşaqlar, yeni həcm necə dəyişər? Əlbəttə ki, baxın, əvvəldəki həcmimiz A vur B vur C idi. Artıq yaranan yeni həcm 18'də 1 A vur B vur C. Yəni, əvvəlki həcm 18 dəfə azalar. Altıncı sual. Deyir ki, tam səthinin sahəsi. Kubun tam səthinin sahəsi S bərabərdir 6A'nın kvadratı. Bu 24 olarsa kubun həcmini tapın. Kubun həcm düsturu da V bərabərdir A kubu ilə hesablanır. Paralelipipeddə A vur B vur C düsturu ilə, amma kubun həcmi isə A kubu
Düsturlu hesablanır. Gel sonra buradan A-nı tapaq. Buradan A kvadratı bərabərdir 4-ə. A da bərabərdir 2-yə. Gətirəm A-nı. 2 qətin qoyuram burada yerinə. 2-nin kubu bərabərdir 8-ə. 8 santimetrin kubu. Düzgün cavab D variantı. 7-ci sual. Tam səthinin sahəsi 150 santimetr kvadratı olan kubun oturacağının diagonalını tapın. Oturacağının diagonalını. Kubun yəni tam səthinin sahəsi S bərabər 6A kvadratı. Bu da bərabərdir 150-yə. Buradan alıram A kvadratı bərabər 25-ə. A da bərabərdir 5-ə. Və məndən oturacağının diagonalını istəyir. Biz də bilirik ki, kubun bütün üzləri, yəni 6 üzü var. 6 üzünün hər biri kvadratdır. Yəni oturacaqdakı kvadratın diagonalını istəyir məndən. Baxın, tərəfləri 5-dir. Çünki kubun bütün tillər bir-birinə bərabərdir. 5-dir. İstəyir oturacağın diagonalını istəsən, istəyir yan üzünün diagonalını, fərqi yoxdur. Baxın, məndən bunu istəyir. Mən də Pifagora görə bilirəm ki, diagonal ilə S kvadrat, S göstərsəm yazıram. S bərabər. Bu da bərabər yanlı düzbucaqlı üstbucaqdır. Bərabər yanlı düzbucaqlı üstbucaqda hipotenuz tərəfin kök altı kimisilə bərabər. Yəni A kökdə 2-dir. Tərəfimiz 5 olduğundan bu da bərabərdir 5 kökdə 2-yə. Düzgün cavab 5 kökdə 2 A variantı. Yenə də deyirəm uşaqlar. Kubun bütün üzləri kvadrat olduğundan, bütün tillər bərabərdir. Və bütün üzlər də bir-birinə bərabərdir. Və bir üzü kvadrat olduğundan mən də oturacaqdakı üzün diagonalını istəyirəm. Oturacaqdakı üz elə bunun kvadratdır. Və məndən tapılan kvadratın diagonalını istəyir. Belə. Səkizinci sualda deyir, düzbucaqlı paralelipipedin oturacaqlarının tərəfləri 5, oturacaqlarının tərəfləri. A-sı 5-dir, B-si 9-dur. Mən hündürlüyü S ilə işarə edirik və həcmi 315-dir. Paralelipipedin hündürlüyü. Mən yazıram, həcm düsturu nə idi? A vur, B vur, C. Yazıram. A vur B. 5 vur 9 vurulsun C bərabərdir 315-ə. Buradan 45 vurulsun C bərabərdir 315-ə. C bərabərdir 315-ə. Mən 45-ə bölsəm düşür 7 dəfə. Düzgün cavab 7. Bir üzünün sahəsi 64 cm kvadratı olan kubun daxilinə neçə ədəd tili 4 cm olan kub yerləşdirmək olar? Bir üzü əgər olsa biz bilirik ki, kubun bir üzü kvadratdır. Yəni A kvadratı bərabərdir 64-ə. Buradan da A bərabərdir 8-ə. Neçə dənə tili 4, yəni A-nın uzunluğu 8 cm-dir. Uşaqlar, bunu həcmlə eləmək daha rahatdır. Mən baxmalıyam ki, tili 8 olan kubun həcmi neçədir? V bərabərdir 8-in kubuna. Və tili 4 cm olan kubun həcmi neçədir? Bu da deyir 4-ün kubu. Mən gətirirəm, tutaq ki, V böyüyü bölürəm V kiçik kubların həcmini. Yəni 8-in kubu bölünsün 4-ün kubu. Bunu da yazıram 2-nin kubu üstü 3, bir de 2-nin kvadratının kubu. Buradan alınır 2 üstü 9 böl 2 üstü 6. Əsaslar eyni olub. Bir-birinə bölündə üstlər çıxılır. Alınır 2 üstü 3. Yəni mən böyük tərəfi 8 olan kubun daxilinə 8 dənə 2 üstü 3, yəni 8 dənə tərəfi 4 olan kub yerləşdirə bilirəm. Düzgün cavab D variantı. Deyir, kubun yan səthinin sahəsi. Kubun bax S tamı 6A kvadratıdır. Amma S yan səthinin 4A'nın kvadratıdır. Bu bərabərdir 40-a. Buradan A kvadratı bərabərdir 10-a. Və bizdən
Tam səthinin sahəsini istəyir. Yəni S tam nədir? Bax bu S yanının düz durur. S tam nədir? 6A-nın kvadratı. Uşaqlar kvadratı kökə salmadım. Çünki artıq burada mənə lazımdır. 6 vursun A kvadratının yerinə yazıram 10. Bərabərdir 60. Düzgün cavab 60 Y variantı. 11-ci sual. Paralelipipedin tərəflərindən biri 5 sm və hündürlüyü 6 sm olan 6 sm və həcmi 60 sm kubu olarsa, paralelipipedin tam səthinin sahəsini. Biz bilirik ki, paralelipipedin eni var. A. Uzunluğu, yəni. Bir də hündürlüyü. C. Tərəflərindən tutaq ki, biri 5-dir. Hündürlüyü 6-dır və həcmi verib mənə 60. Paralelipipedin həcmi düstur nə idi? V bərabərdir A vurulsun, B vurulsun, C. Gətirib qiymətləri qoyuram yerinə. Bu bərabərdir 60-a. A vur, B vur, C. Yəni 5 vurulsun, 6 vurulsun, B bərabərdir 60. Buradan B bərabərdir 2. Yəni tərəflərindən biri 2-dir. Yəni fərqi yoxdur. Eni A olsun, B olsun. Yəni fərqi yoxdur. İndi məndən tapmışam artıq. Enini tapmışam, uzunluğunu tapmışam, hündürlüyünü tapmışam və məndən tam səthinin sahəsini istəyir. S tamı, yenə də düstur yazıb sonra misal həll edəcəm. 2 vurulsun, A vur B, üstə gəl A vurulsun C, üstə gəlsin B vurulsun C düsturu ilə. Yerinə qoysam, 2 vurulsun A vur B, 10, üstə gəlsin A vur C, 30, üstə gəlsin B vur C, 12. Yəni 2 vurulsun, 40 üstə gəl 12, 52. Bu da eləyir 104. Düzgün cavab 104 santimetrin kvadratı. Buraya yazın. 104 santimetrin kvadratı. 12-ci sualda deyək ki, düzbucaqlı paralelipipedin xətti ölçüləri 3, 2-də 1 və 5-də 3 olarsa, yəni tutaq ki, hündürlüyü C-si 3'dür. Tutaq ki, A-sı 2'də 1'dir. B-si 5'də 3'dür. Və bizdən həcmini istəyir. Həcm düstur nə idi? A vurulsun, B vurulsun, C. Yəni 3 vur 2'də 1, vur 5'də 3. Bu da edir 0 tam 10'da 9. Yəni düzgün cavablar variantları yoxdur, amma düzgün cavab 0 tam 10'da 9'dur. 13-cü sual. Düzbucaqlı paralelipipedin xətti ölçüləri 25, 8 və 4 olarsa, yəni eni 4'dür, uzunluğu 8'dir, hündürlüyü 25'dir. Və bizdən yenə həcmini istəyir. Yəni A vur, B vur, C. 4 vur, 8 vur, 25. Bu deyir 800. Düzgün cavab 800. 14-cü sual. Yəni xətti ölçüləri 3, 4, 5'dir. Paralelipipedin həcmini istəyir. Yəni 3 vur, 4 vur, 5 bərabərdir 60. Bir paralelipipedin oturacağı bitişik tərəflərini, yəni oturacağı bitişik tərəflərini en uzun 6 dəfə artırıb, hündürlüyünü 4 dəfə azalsaq, həcm necə dəyişər? Deyir ki, tərəflər 6 dəfə. A olur 6A. A1 deyək. B'miz olur 6A1. C'miz olur azalır. C1 böl 4. Və yeni yaranan həcm V bərabərdir A1, B1, C1. Onda olur 6 vurulsun 6. 6 vurulsun 6 vurulsun 4'də 1 vurulsun A vur B vur C'ye. Bu da yenir 36 ilə 4 gedir. Burada qalır 9. 9 A vur B vur C. Yəni yeni yaranan həcm 9 dəfə artar. Düzgün cavab necə dəyişir? 9 dəfə artar. Necə deyir? Burada yazın. 9 dəfə artar.
16-cı sual. Fiquru qırıq-qırıq xətlər üzrə qatlasaq, düzbucaqlı palpet formalı qutu alınır. Bu qutunun həcmini tapın. Biz də görürük ki, uşaqlar, burada uzunluğu 6-dır qatlayanda. A'sı 2-dir, hündürlüyü 5-dir. Bir də fərq yox, bəlkə tərsinə, əksinə olsun. Məndən həcm istəyir. Yəni A vurulsun, B vurulsun, C. Bu da 6 vur, 2 vur, 5 bərabərdir 60. Düzgün cavab 60 santimetrin kubu. Bəlkə də sizə həmişə bu düsturları yazıram. Bəlkə də sizə yorucu gəlir, sıxıcı gəlir. Amma ona görə yazıram ki, hər dəfə o düstur yadınıza düşsün və canlansın gözünüzün qabağında. Ölçülər 6, 8, 10 olan düzbucaqlı palpetin həcmini tapın. Yenə də həcm üstün. V bərabərdir A vurulsun, B vurulsun, C. Bu da bərabərdir 6 vur, 8 vur, 10. Çünki tərəfləri 6, 8, 10'dur. Bu da eləyir 480. Əgər santimetr verirsə santimetrin kubu, metr verirsə metrin kubu. Yəni fərqi yoxdur. Uşaqlar, bu mövzuya aid 17 sual düşüb, yəni son 2019 və 2024-cü illərdə. Əgər bu video sizlərə faydalı gəldisə, videoya baxıb bəyəndinizsə, videomu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın. Sağ olun.